yaxşıdır. Bir, hər şey yaxşıdır. Tamam. Normal. Bir özüm yuxarıda buna var. Yox, kalankaya yaxın olmaq istəmirəm. Oldu, sorma. Gəlir də. Aha, oldu. Oldu, sağ ol. Biz burada 10 nəfəs etməliyik. Sizden bir xahiş edeceğim. Zəhmət olmasa nazik telefonlarınızın səsini alaq. Çünki burada tədbirlər mani olmasın. Və hörmətli müştəri bizdən də xahiş edirik ki, zəhmət olmasa imkanlarda telefonların sorunu altında tədbirin geçərsi mani olmasın. Hörmətli tələbələrimiz, qonaqlarımız və iştirakçılarımız hər birimizi xoş gördük. Biz bugün Qafqaz Üniversitetinin qonağıyıq. Təbii ki, British Council'ın təşəbbüsü və Quant standartın dəstəyi ilə biz Feyzal Köhrət Laboratoriyası müsabiqəsindəyik. Bu müsabiqənin informasiya dəstəyi ölkənin birinci kanalı İctimai Televiziya alıqdır. Bir daha təvəzzül salamlayırıq. Nədir bu müsabiqə? Bilməyənlər üçün bir məlumat vermək istəyirəm. Təbii ki, bildiyiniz müsabiqələrdən fərqlidir. Biz bəzən üniversitede okuyanda, məktəbdə okuyanda dəqiq gelinləri o qədər sevdirik, dərslərimizi tərcih etdik. Çünki bunun müəyyən qaydalar, düsturlar və bir də üstünə müəllimi çox sıxıcı şəkildə bunu danışması bizi biraz da həvəsdən sala bilir. Bəzən təbii ki, bunun əmizə qarşı güzadır. Mən də ilk qanı dəqiq gelinləri söylüyorum o qədər də. Amma ki, bizim bu tədbir məktəbi də ondan ibarətdir ki, biz burada dəqiq gelinlərin dəqiqliyini qorumaq şərti ilə biraz daha əyləncəli formada təqdim edək tamaşaçılara və bizim iştirakçılarımıza cəmiyyətin, tələbələrin bu dəqiq gelinlərə daha həvəsini oynatmaq üçün az da olsa bir faydamız olsun deyə düşündük. Təbii ki, British Council 2 il ərzində bu cür layihələri dünyanın bir çox ölkələrində keçirdik və Azərbaycana daxil olmaqla. Burada yarım finalda hal-hazırda, yarım finalda 30 nəfər bizim iştirakçılarımız olacaq. 30 nəfərə hər birinə öz çıxışlarını, öz fikirlərinizə çatdırması üçün 3 dəqiqə vaxt veriləcək. Təbii ki, bu 3 dəqiqənin sonunda bizim münsifə heyəti də o iştirakçıların çıxışlarını qiymətləndirəcək. Münsifə heyətinə də təbii ki, biz vaxt qoymuşuq, vaxt çərçivəsindədir. Biz hamımızın bu layihənin az olsun xəbərimiz olduqda keçək şəkilən mərasımdır. Mən ilk əvvəl istəyərdim hörmətli münsifə heyətinin üzərini təqdim edeyim sizlərə. Rasim Əlquliyev, İnformasiya Texnologiyaları İnstitutu Azad Hacıyev, Elmi Tədqiqat Metodologiya və Zərinə Əlizadə, Qafqaz Üniversitesindən. Evlərimizdə də çox əl çaldır. Və Füzuli Məclisi İctimai Televiziyanın faydalısı. Böyle de gəldik ki, müstəvi heyətini tanıdıq və iştirakçılara seçməyə başladı. İlk əvvəl təbii ki, iştirakçılarımız biraz həyəcanlıdır və hər şeydə birinci olmaz. O daha biraz məsuliyyət olur. Çünki hər birinci və sonuncu hər kəsin yazında qalan iştirakçı olur hər zaman. Və bu səfər də birinci olmaq Turan Sayılovanın dəstəsinə düşür. Bakı Dövlət Universiteti Tədqiqi Riyaziyyat və Ekonomik Fakültəsinin tələbəsidir. İş yeri, fizika institutu və bizə müracaatı
sizə ifadə etməyə çalışacağım mövzu dura bilən stil mövzusu adlanır, ağırlıq mərkəzindəndir. Buyurun, sizi görüşürüz. Mikrofonlar burada hansı mikrofona istəyirsiniz? Buyurun. Məncə orada danışıq daha yaxşı olur. Yüksel heyətində yaxın. Ben teşekkür ederim. Ne yaptın? Ben de gerçekten zaten. Başına tacirler geldi miydi? Yaxşı, lütfen. Ben bilmirdim ki senin de tecrübe yapacağım. Yok, size tanıma. Siz buraya yakınında gezmeyiz. Buyurun, ben çok kapıslar derim. Sayın Batıran, tətbiq edilən Dövlət Fakültəsinin 3-cü kurs tələbəsi, Bakı Dövlət Universiteti və Fizika İnstitutunun əməkdaşı. Hazırım. Deməli, biz hər gün otururuq və qalxırıq. Ancaq heç fikir vermirik ki, biz duranda hansı vəziyyət alırıq. İndi isə, deməli, oturan yoldaşımıza baxaq. Ona sual verək ki, o ayaqlarından birini arxaya vermədən və bədəni qabağa vermədən dura bilər, yoxsa yox? Durma. Bəli, ayaqlarından birini arxaya vermədən və bədəni qabağa vermədən durmağa çalışır, xahiş edirəm. Yoldaşımız dura bilmir. İndi xahiş edirəm diqqətli hizmətli olmaq şərti ilə siz öz yerinizdə həmin hərəkəti təkrarlayın. Mən inanırım ki, siz heç biriniz dura bilməyəcəksiniz. Məsələn, çünki gəl bunu izah edəyəm. Mən ayaqda duran adamam. Mənim ayaqda qalmağım üçün mənim ağırlıq mərkəzindən keçən və yerə fenomenlər olaraq görülən oxur, mənim ayaqlarımı əhatə edən sahənin içərisinə daxil olması lazımdır ki, bu da mənim ayaqlarımı əhatə edən sahədir. Yəni, yerdə siz bunu görürsünüz. Ancaq əmin o, bu ayaqlarımı əhatə edən sahədən kənara çıxsa, mən yıxıla bilərəm. Məsələn, biz ayaqlarımızdan birini yuxarı qaldırsaq, biz görürük ki, durmaq bizim üçün asan deyil. Yəni, iki ayağa nəzərən. Ancaq biz, nə üçün bizim üçün asan olmur? Çünki ayaqlarımıza əhatə edən sahə xeyli kiçilir və ağırlıq mərkəzindən keçən yerə fenomenlər olaraq görülən oxur, həmin o sahədən çıxma ehtimalı xeyli çox alır. İndi isə oturan yoldaşımıza baxaq. Deməli, onun ağırlıq mərkəzi göbəkdən 20 cm yuxarıda, onunla sütunu yaxınlığında və bədənin ortasına düşən nöqtədir. Bu nöqtədən yerə fenomenlər olaraq biz o keçirsək, görürük ki, həmin o onun ayaqlarından xeyli ağırlığa yerləşəcəkdir. Görürsünüz də, yəni ki. Onun ayaqda durması üçün həmin oxun onun ayaqlarına əhatə edən sahənin içərisinə düşməsi lazımdır. Deməli, o hansı şəkildə qalxa bilər? Ya bədəni qabağa verməlidir ki, ağırlıq mərkəzini yeri dəyişsin və həmin o ayaqlarını əhatə edən sahənin içərisinə düşsün və yaxud da ayaqlarından birini arxa verməlidir ki, o sahəni yeri dəyişsin və həmin o gəlsin ayaqlarını əhatə edən sahənin içərisinə düşsün. İndi bir silərə tuturaq. Silərin içərisində elə biləşən vardır ki, onun ayaqlarının gücü bu elmi çubuqdan daha güclüdür. Siz? Bunu yoxdur. Mən yəkin vaxtını sayacaq. Vaxtı yetim vardır. Buyurun. Onu elə bu silinlə də baxa bilərik ki, onun ağırlıq mərkəzi buradan keçir. Və onu yerə fenomenlər olaraq görülən onun əsasını sahəsindən kənara çıxır. Və belə silindir heç vaxt biz bu silindiri həmişə görəcəyik ki, yəni bu öz ağırlığını saxlaya bilmir və həmişə yıxılır. Yəni sponsor bu şəkildə qala bilməz. Vaxt bitti. Bilgilendirmesi yoktu ama geldim ki anladı samimiyetini ve ne kadar eğlenceli oldu, ne kadar
Şansıl qurumu, İctimai Televizyonu, Bakı standartı, bütün bunlar hamısını öz təşəkkürümü bildirirəm ki, Azərbaycanda ilk dəfə olaraq bilik bayramı təşkil edirlər və bütün bunlar hamısı Azərbaycanda biliklərin, elmi biliklərin popularlaşdırılması, ictimaiyyətin böyük şərəf yaradır. Bugünkü tədbirdir hamısı minnətdaram və konkret olaraq təqdimat barəsində onu demək istəyirəm ki, misal çox uğurluydu, Çünki istənilən biliyin çatdırılması üçün peşəkar o terminlərdən yox, adi terminlərdən, adi həyatdan gələn misallarla izah olunması onun auditoriyasını daha da genişləndirmək şərait yaradır. Tez anlaşılır, misalında görə mən sizə öz təşəkkür edirəm. Sadəcə olaraq mən də olsanız yerimizdə həyəcan keçirərdim, çünki böyük bir auditoriyanın qarşısında təbiidir ki, onu hövsələ belə deyək ki, təmkinlə çatdırmaq bir qədər çətinlik yaradırdı. O da sizin həyəcanınızdan siz olunurdu. Amma ümumiyyətlə o ağırlıq mərkəzi misalınız da əlbəttə ki, o bilinsiz artıq insanlara töhfə verdiniz. Bunu görə mən sizə minnətdarlıq bildirirəm. Çox gözəl. Biz də minnətdarlığımızı bildiririk və Azad Hacı, bugün Azad Hacı, biz də fikirlərimizi sizinlə bölürük. Biraz mikrofonumuza tutun. Müsbət bir nəticə verir və gələcəkdə də bu tədbirlər, gözəl tədbirlər, bilik tədbirləri, bayramları davam edəcək. Və bizim o 10 həyatdan çıxarmaq ilk bu çıxışıydı. Ona görə çox heyecanlıydı. Ancaq həqiqətən çox gözəl bir insan üstündə və necə deyərlər, bizim aparıcıdan istifadə edərək öz yaşını qurdu və mən də bu şirəcəlik üçün çox gözəl istifadə edərəm. Sağ olun sizə. Və biz hemen artık ödemizin kiçik bir karşılığı var. Zəhmət olmasa o ayaqda gəzməni və ya öz aramızda danışmaları kəsək, iştirakçılara və müstəviyyəti və zikətini toplamalarına biraz kömək edəyədik. Çox xahiş edirik. Buyurun, Zərmət xanım. Zərmət xanım, buyurun, onunla danışın. Ayrıca bizim halkımızın kazak sona erenler silahçılar yani buyurun. Ben kanalları bizden de olan salamlayıram. İlk çocuk mensubu güzel var vardı. Vakti diye Çok sağ olun. Ve siz buyurun. Buyurun. Siz orada geyleyebilirsiniz. Biz zəhmət olmasa çox xahiş edirəm, bir mikrofonla danışaq ki, səsləri uyğunlaşdırır, sonra fərqli olmasın, bizə rəqət olmasın. Bir mikrofonla danışaq. Mən təbii ki, ilk öncə Qafqaz Universitetini təbrik edirəm və bir gün biraz söhbət oldu mu əvvəl. Əsas oldu ki, Qafqaz Universiteti Azərbaycanda elm sahəsində müəyyən alimlərdə eləşdirə bilirlər. Təbii ki, müəyyən problemlər var, yəni elm sahəsində bir satma var, sənalar qaçma var. Bu layihə mən fikirləşirəm ki, gənclərin xüsusiyyətlərinə olan marağı birəviş artıracaq. Bunun üçün Qafqaz Universitetinə minnətdarlıq edirəm və hər zaman biz tələbə olarkən gördüyümüz tarixə gələn müəllimləri necə həm də aktyor kimi deyim, daha asan şəkildə bizi istənilən mövzunu başa salması bir peşəsi var. Müəllimliyin bir daha gözəl istiqamət var. Onu təkmilləşdirəcək inkişaf edəcəklər oynama. Amma qaldı Turan qanunun çıxışına. Mən təbii ki, çox narazıydı Sazyamandan, amma Turan qanunun çıxışında o tələskənlik nəticəsində müəyyən tələsə auditoriyanın ələ almaq tərəfində biraz problemlər var. Yəni, hardasa tələsmək lazım deyil. Mən də bir an vaxt çatmadı.
Açmaqla belə, biraz tələskənlik məsələsindən də alalım ki, tələsmək lazım deyil. Yarısını başa salın o mövzunun, təbii ki, amma çalışın ki, başa sala bilin. Amma misal çox uğurlu misal idi, Cimabaridən və istifadə məcliyyədən düşdü. Çatdırma başından yaxşı misal. Amma dediği kimi, bircə tələsməyin. İstənilən mövzunun açıqlarına tələsməyin. Çox sağ olun. Mən hər halda başa düşmək olar bu gənclərin həyəcanını. Çünki bu auditoriya qarşısında onları kənarda izləmək qədər asan deyil burada çıxış eləmək. Ona görə bəlkə də haradasa başa düşmək olar tanımların və yərin həyəcanı. Sonra demək istədiyim sözüm var. Yəni yoldaşlarımız başa düşürlər ki, metroda düzganda ayaqlarımızı bir-birindən arağa edəcək. Növbəti iştirakçılardan xahiş edirəm ki, aparıcıdan istifadə eləməyin. Çünki bunun tədbir sona qədər qeydinlaşdırmaq lazımdır. İkinci iştirakçımız, mən bir məqamda qeyd edeyim, iştirakçıların hər bir danışmadan əvvəl zəng səsi eşitməliydim, amma mən onu eşitmədim. İnşallah Ramilə xanım da eşitərik və o xanım da vaxtını bilər. Ramilə Məmmədova Bakı Dövlət Universiteti Mexaniki Riyaziyyat Fakültəsinin tələbəsidir. Onun da mövzusu riyazi çoxluqlardır. Siz zəng səsini əldə eşitmirik. Buyurun siz. Hazırlıqda onu buyurun. Bunu çəkmək hazırlığınız. Tələbələr bir nokta yeməklərini yiyirlər. Yerindən düşəcək. Məncə hansısındakı tələbələr ortaya gələn bu olsun. Bugün mən danışmaq istədiyim mövzu çoxluqlar nəzəriyyəsidir və biz gündəlikdə buna istifadə edirik. Yəni evdə biz hər birimiz ev əşyalarımızı müəyyən xassələrlə bir qruplaşdırırıq. Tutaq ki, paltarlarımızı bir yerə yığırıq, ancaq paltarlar yerləşir. Yaxud da atacağımız hamısını
Sağ olun, Rahmi xanımla təbrik edirəm, maraq göstərdiyinə görə təbrik edirəm. Amma mövzu, yəni mənim fikrimcə, mövzunun çatdırılmasında müəyyən problemlər var. Yəni, təbii ki, maraqlı mövzudur. Yəni, o, ən əsas o ki, səliqəsiz insanlar üçün və nəzərdə aldığı bizə səliqəli insanlar üçün Problemlər də ibarətdir. problemlər odur ki, yəni, mən fikirləşməm ki, auditoriya çatdırmaq üçün, məsələn, sizdə o səs, deyim, mənim o, nəsə, auditoriya çatdırmaq üçün mənə görən problemlər var sizdə. Amma mövzu kifayət qədər maraqlı mövzu. Sağ olun. Zərrə xanım, buyurun. Ben ne demek isterdim? Doğru mevzu çok əhəmiyyətli mövzudur, amma kısa bir müddətdə 3 dəqiqə ərzində o qədər mövzu vermək bir qədər məqulsuz olma bilməz. Çünki mən özüm bu dəqiq elmlər sahəsində mən özüm çox çalışırdım ki, onu anlaya bilməyim sizdən deyil. Yəni, dedikləriniz hamısı həqiqətli düzgündür, amma geniş auditoriya üçün sanki o qədər bilgi vermək mən hesab edirəm ki, bir qədər ağırdır. Çünki siz çoxluqlar nəzəriyyəsinin tam olaraq biləcək ki, əsasən biləcək ki, onu vermək istəyirsiniz, o biraz ağır məsələdir. Ona görə hesab edirəm ki, sizin o ağmalarla başlamaq lazımdır, sonuç məqamısının çoxluqdur. Əgər bunu alt çoxlar durursa, sağlamın bir tərəfdən, bir yanın bir tərəfdən, 3 dəqiqədə bunları deməliyiniz. Amma bilinlik çoxdur, o bilinlik 3 dəqiqə yerləşdirəsiniz, o qədər çətindir. Burada problem görsəndir. İndi o işte psikolojik finanslar var ki, təbii ki, tələsdiyi, rəyəcən keçirir və s. Bütün bunlar hamısı gələcəkdə nəzər olmaq lazım. Çox sağ olun. Yok, evet, havada sorunumuz ancak özel olmuştur. Yani bu NATO noktalardan ifade ederek kendi bir meselenin müşteriye gelip çalışmışlar. Ben danışmak istedim. Aslında sadece biraz vaktinden kazanılmanda şimdi Vakti sizden aslında, lütfen yakın aslında, sizi görüşüyor. İdare edersiniz. hoşuma geldi, ayrılık hoşuma geldi. Yani ayrılık yani daha doğrusu o ispatlı olunan insanlar, yani almalar, kafirler, o da yani en yükseklere göre ayrılmalar ve bunlar hoşuma geldi. Biraz neredeyse bizim işgalci, neredeyse ona göre bir yol gibi aktivite, çarpmalı, bir vakti yaptık kalmış. Zərrə xanım, bəlkə mən bir təklif edeyim. Bu zəngi tam vaxtında bəlkə çalar. Çünki ağılları daha çaşırlar, zəng çalanda edirlər ki, vaxt bitir. Bəlkə bu zəngi tam bu zəngi İşaretçilara o zəng göstərilmişdi və göstərilmişdi 2 dəqiqədən sonra. Siz də çaşır burada o zəngi görə. O bizim ki, işaretçilar gələn biz onlara hatırladaq. Çünki biz onu biz çəkilmişlərik, yox edilmək yollar çıxartma hatırladık. Amma bu iştirakçıları çaşdırır. Bəlkə sonunda bir də vursun. Sonda bu xəbərdarlıq zəngi vurur. Amma sonda zəngi var, axıra da var. Axıra da var. Bəlkə bizə şişməliyik. Siz sonra bir ona çağırın. Bəli, var son sözünüz deməyə. Çox sağ olun, çox sağ olun. Rahmet Hanımca vaxt verək, almaları, konsertləri göstərsün. Və mən bir məlumatlar nəzərini çatdırdım. Bugünkü yarım finalda 30 nəfər iştirakçı olacaq və bu iştirakçılardan cəmi 10 nəfəri finala çıxacaq. Və bunu da siz bugün burada izləyəcəksiniz, şahidi olacaqsınız. Yəqin ki, növbə gəlib çatdı 3-cü iştirakçımızda İbrahim Əzizov, Bakı Dövlət Üniversitesi Tədqiqi Riyaziyyat Fakültəsinin tələbətidir. Mövzusu isə Bernoulli qanunu, yəni maye və qazının atmasıdır. İbrahim müəllim hazırdır və buyurun. Ama xahiş edirəm, mən o onlara çağırmayacağım. Mən sizə kömək edərəm, əlbəttə. İbrahim müəllimin vaxtı başlasın. Bir şey göstereyim bizde deməli yazılmışda zəng olacaq. İkinci dəqiqənin sonunda bir dənə signal verilir. Üçüncü dəqiqənin sonunda
Buyurun, buyurun. Deməli, əslində, mənim bilgim mövzum Bernoulli. Siz mikrofona zəhmət olunsa yazın. Bernoulli qanunu, Bernoulli qanunu mayda qadınların hərəkətinə aid bir qanundur. Buradan çox gözəl məsələ açılır. Birinci qanunun özünü deyim. Bernoulli qanunu belədir ki, maye qadınlar axan müddətdə harada ki sürət, harada ki esası kişidir, orada sürət böyüyür və təzyiq kişidir. Əgər boru məsələn götürsək, orada esası böyüyürsə, sürət kişidir, amma təzyiq böyüyür. Məsələn, ən çox sadə bir təsəvvürə fikir verək. Mən qərar götürürəm, amma qərar, məsələn, iş başımızda elə gəlməklərə aşağı etməli, amma o yuxarı qalxır. Nəyə görə? Çünki mən qərar götürəndə üstə hava mütəqəsi hərəkət edir, dediyim kimi, bir yəni verilmir qanunun. Sürət çoxalır, təzyiq kişidir. Aşağıda isə hava sükunətləri, ona görə də onun təzyiqi böyük və vərəqi yuxarı qalır. Məsələn, çox sadə bir şey, təyyarə eyni təyyarənin, məsələn, təyyarənin biz qanunu... Siz gəlin yazaq, mən təyyarənin qanadının en kəsi ilə formaması, yəni forması belə. Bu forma niyə görə belə olunur? Bu forma xüsusi olaraq hesablaması seçilmişdir ki, Rusiyanın Şukovski tərəfindən, yəni üstdə hava axını daha sürətlə hərəkət edir. Yenə də həmin aşağıda isə üstdə damarı olduğundan hava daha sürətlə hərəkət edir və aşağıda arasında təzyiqlər fərqi yaranır və aşağıdakı havanın təzyiqi onu təyyarəni havada saxlayır. Və onu da qeyd edir ki, məsələn, biz görürük ki, bu şəkildə təyyarənin motorları üfüqi şəkildə yerləşdirilmişdir. Bunun insana elə gəlir ki, yəni ki, məsələn, aşağı yerləşdirir ki, o hava qalsın, amma bu ehtiyacı deyil. Çünki həmin o qalıcı qüvvə təyyarənin aldığı qüvvəsindən 8 dəfə böyüdür. Məsələn, başqa bir misal gətirim. Tutaq ki, təyyarə hərəkət edir, əlində bayraq tutur. Hərəkət edəndə bayraq, məsələn, heç külək olmasa, yenə də bayraq çox dalgalanır. Niyə görə belə olur? Məsələn, deyək ki, külək yox, sonra düz vərək kimi yəni dayanaydı. Çünki kiçik bir dalga da yaransa, yenə də təzyiqlər fərqini yaradır, o dalganın daha da böyüdür və həmin dalga bütün bayraq boyu hərəkət edir. Məsələn, daha belə bir misal verim. Siz dənizdə çox yüksək sürət hərəkət edən yanaşı iki qayıq görmüşsünüz və ya da gəmi. Heç vaxt görə bilməzsiniz. Çünki onlar ikisi də yanaşı çox yüksək sürət hərəkət edəsə, onlar onda yenə də çox kiçik hissədə təzyiq kiçik olacaq, qarada böyük olacaq. Gəmilər bir-birinə dəyib qəzaya olacaq. Ona görə belə bir şey görə bilməzsiniz. Yenə də dənizdə, məsələn, dalğanın yaranması eyni Bernoulli qanununa əsaslanır. Əgər kiçik bir dəfə yaransa, üstdə havanın sürəti böyüyür, o çökək hissədə isə havanın yenə də sürəti aşağıdır və ona görə təzyiq böyüyür. Yenə də təzyiqlər fərqi nəticəsində o dalğa get-gedə böyüyür və özünü də görmürsünüz. Kiçik dəfə get-gedə böyüyür və nəticədə çox böyük dalğa yaranır. Hətta balığın quyruğunun hərəkəti belə kiçik dəfə yaranır və o çox böyük dalğa ola bilər və dənizçilər üçün böyük təhlükə. Yoxdur, mənə elə gəlir ki, bu izahdan da başa düşənlər oldu. Yenə də sözsüz ki, üstünə biləcək nə qədər başa düşdülər, bizim tamaşaçılarımız. Buyurun, Zərmə xanım. Hər halda bu hazırladığımız təcrübə olmalıydı, kəndinə baş çatdırmalıyız. Həm vaxt idarəsi baxımından problem, həm də məncə ən maraqlısı o olacaqdır. Bəlkə siz ondan başlayacaqsınız. Çünki bizdə, bilirsiniz, bizim şərtlərimizdə PowerPoint var. Silsilə plakatlardan istifadə etmə qadağandır. Sizdə silsilə plakatı bir plakat ama orada bir neçə şəkil var. Biraz bizim məqsədimiz bu cür başlasanmadan bu cür uzaq durmalıydı. Maraqlıdır, məzmun baxımdan gözəldir. Yəni məzmun baxımdan gözəldir. Amma qəşək siz bunların hamısını şəkillərsiniz və bu cürdə danışarsınız. Məncə çox çəkici. Mən daha çox praktik sayıda maraqlı olardı. Çox sağ ol. Rahatsız mənim. Hətta arası çox tez danışırdı. Yəni, Allah'ın qəbirlərini çətin gəlirdi. Mənə ümumiyyətlə belə bir sualım var. Siz aid deyil, ümumiyyətlə bütün iştirak edənlərə yəqin aid olacaq ki, hansı aidlər üçün danışır? Yəni, bu adam danışır, kimi üçün danışır? Uşaqlar üçün mü danışır? Böyüklər üçün mü danışır? Yəni, xüsusi kanallar var, görürsən ki, diskaları qeybət və ki, alimlər üçün danışır. Yəni, o bilinməlidir ki, auditoriyadır, siz auditoriyanın gözünü qabana gətirməlisiniz. Əgər körpələr üçün danışırsınızsa, uşaqlar üçün danışırsa, onun dili var, onun leksikonu var, onun təqdimatı var, onun duyğu orqanlarının qəbul etmə imkanları var.
Yəni onu tez danışmaqla onu uşaq götürüm edə bilər. Ona görə də birincisi belə deyək, müsabiqə üçün o qədər də uğurlu mövzu seçməmisiniz. Yəni o Bernoulli qanunun özü belə deyək ki, onun 3 dəqiqəlik, 13 dəqiqəlik, daha çox vaxtda onu siz misallarla çatdıra bilərsiniz. Yəni mövzu uğurlu seçilməyib, mənim fikrim ondan ibarətdir. İkincisi, çox tez danışırdınız. Üçüncüsü, ümumiyyətlə, yerdə qalanlara mən müraciət edirəm ki, o auditoriya biraz bilinməlidir. Auditoriya bilinsə, onda bizə də biraz asandır var ki, bu kim üçün danışır? Fikir təxirdir. Aydın. Çox sağ olun, müəllim. Belə əlavə sözüm gördükcə ətraflı danışırız. Ümumiyyətlə, mənim belə təklifim var, ekonomiya, vaxt ekonomiya eləmək üçün bir ya iki nəfər ki, çıxış eləsə olur. Bu iqtidarda seçim onu siz qərar verin artıq. Yəni bizim bu işlərə qarışmayan, siz özünüz qərar verin. Kim danışacaq? Sözüm yoxsa buyurub siz yollar. Olur. Çox sağ olun, minnətlər. Və növbəti iştirakçı, dördüncü iştirakçı İlhamə Elektrarova. Bakı Dövlət Universiteti Biologiya Fakültesi magistrıdır. İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun kiçik elmi işçisidir. Amma mövzusu çox böyüdür. Xəzər dənizinin digər sahilləri ilə müqayisədə Abşeron yarımadakı sahilinin çiğdənməsi dərəcəsidir. Hazırsınız? Dəqiqəni işlərindən sonra başlayın. Ətraf mühit çiftləməsində artan diqqəti nəzərə alaraq, mən bugünkü çıxışımı bu istiqamətdə apardığım təcrübəyə həsr etmək istəyirəm. Belə ki, bildiyimiz kimi təbiətdə neft mənimsəyən bakteriyalar mövcuddurlar və neft mənimsəyən bakteriyalar laboratoriya şəraitində şəkərləri mənimsəyərkən, yəni dəniz mikroorqanizmləri xüsusilə quş mühit yaradırlar. Bu fakt artıq elmə məlumdur. Məsələn, obyektin neft mənimsəyən mikroorqanizmlər olduğu üçün Altı Xəzəri, yəni Samur Abşeron şəklindən, yəni Yalama, Qaçmaz, Buda, Siyərdən gizlədi sahillərindən neft mənimsəyən bakteriyaları ayrılaraq onlardan laboratoriya şəraitində şəkərlərin münasibəti öyrənilmişdir bunların və məlum olmuşdur ki, Orta Xəzərin Azərbaycana aid diğer sahillərindən ayrılan mikroorqanizmlər quş mühit yaratmışlar. Gördüyünüz bu nümunə Qaçmaq sahilindən ayrılmış neft mənimsəyən bakteriyadır və bu bakteriyalar əsl dəniz orqanizmlər kimi quş mühit yaratmışdır. Yəni bu təcrübə onu göstərir ki, Yalamadan Biləcəyə qədər olan sahillər nisbətən təmizdir və burada sırf dəniz mikroorqanizmləri yayılmışdır. Abşeron yarımadasına gəldikdə biz tamam başqa bir mənzərə ilə rastlaşırıq. Yəni buradan ayrılan neft mənimsəyən bakteriyalar laboratoriya şəraitində qələmi yaratmışlar. Yəni ki, gördüyünüz bu nümunə Bakı buxtasından ayrılmış neft mənimsəyən bakteriyadır. Yəni bu burada şəkərləri mənimsəyərkən qələmi yaratmışdır. Bu onu göstərir ki, Abşeron yarımadasına neft və neft məhsulları ilə sənaye və məişət şirkatı və kullantıları çiftləməsi nəticəsində şirinləşmə baş vermişdir və bu zona daha kəskin istifadə olunur Bakı buxtasında və Qaradağ sahillərində. İşimi onunla yekunlaşdırmaq istəyərdim ki, burada Yalamadan Biləcəyə qədər olan sahillər nisbətən təmiz olub, burada sırf dəniz mikroorqanizmləri yayılmışdır. Abşeron yarımadasında isə əksinə. Məişət və sənaye çirkabları ilə çiftləmə nəticəsində burada artıq şirin su hövzələrinə məxsus mikroorqanizmlər yayılmaqdadır. Diqqətinizə görə təşəkkür edirəm. Yəqin ki, bu auditoriyada səslənən alqışlardan da bilinir ki, kim nə dərəcədə uğurlu çıxırdı və nereye çıxırdı. Kim danışmaq buyurun. İcazənizlə mən bir-iki kəlmə dedim. Bu çox dəqiq oldu məlumat. Konkret bizim ölkəmizdə nə oldu, biz ekologiya situasiyasından vəziyyətindən asılı olaraq müqayisəli şəkildə məlumatlar çatdırıldı.
Çok sağ olun. Yalnız teşekkür ederim. Sağlıkta ve diğer başka usullardan istifade olmak iştirakçı ama çok sık olmadı ve kompleks olmadı. Çok sağ olun. Siz ürünlerinizi danışmak istedim. Mikrofonu vermek olmazsa. Onun başlarında açıq olabilir sevindim ki, fikirləşməyəlim məsələlərin çəkilməsinin qarşısını almaq üçün nəsə təşkil edəcək. Açıq, çox maraqlı bir işdir. Bu tədqiqatı siz özünüz aparmışsınız, yoxsa institutun gəldiyi nəticə? Tədqiqatları şəxsən özüm aparmışam və dissertasiyanın bir hissəsidir. Yəni, çox maraqlıydı, amma mən fikirləşirdim ki, onda daha sevindirici olar ki, siz onun bir yolunu da göstərdiniz ki, bunun problemi belə deyil, necə hal olmalıdır. Bu işin nəticəsində onu göstərsək, çox maraqlı bir olar. Sağ olun. Teşekkür ediyoruz ürünlerin. Başka danışmak isteyen yoksa sizi yola alalım. Hörmətli iştirakçılarımız, alqışlarımızın səviyyəsi bəlkə də bizim iştirakçılarımızı ya həvəsləndirə bilər və ya ruhdan qala bilər. Buna görə də alqışı mənə elə gəlir ki, biraz layiqincə əsirgəməyib. 5-ci iştirakçımız Səidə Əliyeva. Bakı Dövlət Universiteti Biyologiya Fakültəsi, magistr aspirant. İş yeri Milli Elmi Akademiyası Mikrobiyologiya İnstitutunun Kiçik Elmi İşçisidir. Biyoloji preparatlar neyse, çiftləmənin təmizlənməsi. Hoş gəldiniz. Səidə xanım, sizin də bize göstermek için getirdiğiniz burada lazımatlar var. Siz gözünüz için zəygəniz çalsın sonradan başlayalım. Sen olmak öz mağazada mikrobiyoloji kiçik elmi işçi Səidə Əliyeva və mövzunun adı biyoloji preparatla neft çirkləmənin təmizlənməsidir. Bildiyimiz kimi, Xəzər dənizinin Abşeron yarımadası sahillərində su və torpağın neft çirklənməsi artıq yüksək səviyyəyə çatmışdır ki, neft və neft məhsulları zəhərli maddələr olub, bütün canlılara mənfi təsir göstərir. Və hal-hazırda neft çirklənmənin təmizlənməsi üçün müxtəlif üsulların artıqlanması vacibdir. Və təqdim etdiyi ixtira neft çirklənmənin tez təmizlənməsi üçün bahalı olmayan, zərərsiz, yəni ekoloji cəhətdən təhlükəsiz, Azərbaycanın öz məhsulu olan biyoloji preparatdır. Bu da bizim biyoloji preparatdır. Yaradılmış biyoloji preparat müxtəlif neft çirklənmələri təmizləmək qabiliyyətinə malikdir. Yəni bu neft, mazut və s. neft məhsulları kimi neft çirklənmələrini təmizləyə bilər. Preparatın istifadə qaydaları necədir? Preparatı istifadə etmək üçün Xəzər dənizinin və başqa bir dənizin sularına xüsusi doldurulmuş kisələrə doldurub suya salır və ya çirklənmiş torpağın üzərindən xüsusi paketlərə doldurulmuş preparatı səpilir. Və qeyd etmək istərdim ki, neft çirklənmənin təmizlənməsi bu preparatla ətraf mühitin temperaturundan və digər faktorlardan asılı olmayaraq aktiv gedir. Və bununla yanaşı sual meydana gəlir ki, bu preparat necə işləyir? Preparatın istifadə qaydaları və tərkibi nədir? İlk növbədə qeyd etmək istərdim ki, preparatın əsas tərkib hissəsinin xüsusi üsullar və avadanlıqlarla Xəzər dənizindən ayrılmış mikroskopik göbələklər təşkil edir. Preparat necə işləyir? Preparat nefti özünə qopdurur və sonradan onu parçalayır. Və qeyd etmək istərdim ki, parçalama dərəcəsi hətta 90-95% çatır və sözsüz ki, bu preparatın Xəzər dənizində işlətməyi və Xəzər dənizinin ətraf mühitin təmizlənməsi üçün doğrudan da gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edə
Sağolunuzda çok təşəkkür edirik və müslər heyətindən birbaşa söz vermək istəyirik. Mikrofon var mı? Bütün bu mikrofonlar mikrofillərimiz var. Çok minnettarım, çok güzel bir çıkış idi ve çok önemli bir meseleye dokunmuştu. Ben yaxşı olardı ki, siz mesela şu dediniz ki orada seyahat aldım. Ben size neçə kişi aldınız, neçə güzel mesafeye verdiniz. Cevap verin olabilir mi? Ben maraqlı da. Çirklenmiş arazinin ümumi sahəsindən və çirklenmənin dərəcəliliyindən asılı olaraq deməli preparatın miqdarı əlaqə olunur və bununla yanaşı apardığımız tədqiqatlar zamanı çirklənmiş ərazinin bir üç aya, çox çirklənmiş ərazinin bir üç aya təmizlənmişdir və 90-95% isə neft tamamilə təmizlənmişdir. Birinci de maraqlı, ben Burada Azərbaycanın bu problemi çox böyükdür. İstər Kürd çayı vasitəsilə, istər Xəzər dənzindən çıxılan neft və digər mənsubların içərisindən suyun Xəzər dənzi çox çirklənir. Təşəkkür edirik sizə, minnətdarıq. Müslər heyətindən Üzül müəllim danışmaq istəyir, buyurun. Mən aslında çox nə xoşum gəldi. Fərq qədər sərbəst, yəni digər iştirakçılarla fərq qədər sərbəstlidir və aydın şəkildə tərəfini izah edilmişdir. Və görünürsünüz ki, əvvəlki anının bir yerində işlədir. Bir yerdə hafazada da işləyir. Yəni, deməli o təzdən aparmış, siz artıq onun çıxış yolunu istərsiniz. Yəni, bu iş tamamlanması baxımından da çox əhəmiyyətlidir və yəqin bu işi müəyyən olsanlara təqdim edən bir şey olacaq. Deməli,